Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli şəhər xəstəxanasında yaradılmış göz mərkəzinin açılışı olub. Yeni mərkəz Sumqayıt şəhəri ilə yanaşı Abşeron, Xızı regionu üzrə əhaliyə geniş spektr oftalmoloji xidmətlər təqdim edəcək. Mərkəz müasir tibbi avadanlıqlar, optik biometriya sistemləri və yüksək dəqiqlikli diaqnostika cihazları ilə təchiz olunub. Quraşdırılan sistemlər patologiyaların erkən araşdırılmasını təmin edəcək. Mərkəzdə 12-ci həkim olmaqla ümumilikdə 35 nəfər tibb və qeyri-tibb işçisi vətəndaşlara ambulator və stasionar xidmətlər göstərəcək. Paytaxta gedən xəstə sayının və paytaxtın yükünü qat-qat azaldacaq, xəstənin logistikasını asanlaşdıracaq, xəstə mərkəzə əgər müraciət edirsə, burada bütün cihazlar var deyə mərkəzin içində rotasiya olunub, bütün xidmətlərdən icbari tibbi sığortaya daxil olan xidmətlər zərfində daxil olan bütün xidmətlərdən tam ödənişli salda yararlanacaq. Əməliyyatxanamız 2 dəfə böyüdüldü və eyni anda 50-yə yaxın cərrahi əməliyyat keçirmək imkanı yaradıldı. Göz dairəli inyeksiyalar, lazer arqonlar, yağ lazerlər və OCT-lər, hər şey bu mərkəzdə vəhdət təşkil edərək əhalinin xidmətinə verildi.